Saç diaqnostikası necə keçirilir? Saç diaqnostikası bir neçə əsas mərhələdən ibarətdir. Həkim qəbul. Mütəxəssis sizi qəbul edərkən sizin şikayətlərinizi, əvvəlki saç baxımınız, qidalanma vərdişləriniz və mümkün xəstəlikləriniz barədə suallar verəcək. Diaqnostika. Bu mərhələdə trixoskopiya üsulu tətbiq olunur ki, bu da saç köklərinin və dərinin vəziyyətini yüksək böyüdücü altında detallı şəkildə göstərir. Diaqnozun qoyulması. Aparılan müayinələrin nəticələrinə əsasən həkim sizin saç tökülməsinin səbəbini, baş dərinizdə mövcud olan problemləri müəyyənləşdirir. Müalicəyə təyinat. Diaqnoz əsasında fərdi müalicə planı hazırlanır. Müalicə kursu saç tökülməsinin səbəbinə və problemin dərəcəsinə uyğun seçilir. Müalicə. Müalicə hər bir pasientin fərdi ehtiyaclarına uyğun olaraq təyin edilir. Saç tökülməsinin səbəbinə əsasən müxtəlif müasir və effektiv prosedurlar tətbiq olunur. Müntəzəm prosedurlar sayəsində saçların sıxlığı və keyfiyyəti yaxşılaşır, baş dərisi isə balanslı və sağlam hala qayıdır. Ən əsası isə bu 5 mərhələnin ilk 4-ü ödənişsizdir. Saç tökülməsinin səbəbini öyrənmək və effektiv həlli tapmaq üçün elə indi qəbula yazılın.